Deməli, bizə nə deyir? Bax, deyir bunu deyir, toplamışam alınıb bu. Deyir bunun maksimum qiyməti nə olur? Tələbələr adətən nə edir? Tələbələr adətən götürür, belə yazır. Bax, buna 9, buna 8, buna 7, buna 6, buna 5, buna 4. Buna 3, buna 2, buna bir yazıb toplayır və cavab səhv çıxır. Çünki minimum maksimum suallarında belə getmək lazım deyil. Bax, belə getmək lazımdır. Bu bilirsiniz nəyə oxşuyur? Bax, mənə bir nəfər burada könüllü lazımdır. Kim mənə kömək eləyə bilər? Ben olabilirim problemler. Ha, Aha. Nəzmizadə. Misal üçün Ad Ayşə deyil, Yusifli. 9, 8, 7 qoyuruq. Bax, bu birisi nəyə oxşuyur? Misal Ayşə Yusifli. Səs asa bilirsinizmi? Bəli, müəllim. Aha. Bax, mən sizə deyirəm ki, mən sizə 3 ay, misal birinci ay, ikinci ay, bir də ki, üçüncü ay. 3 rəqəmli pul verəcəm. Amma fərqli-fərqli rəqəmlər olsun. Birinci ay neçə manat pul verməyimi istəyirsiniz? 9, 6, Yəni abi yox, əvvəlsiz birinci ədəd. 900 neçə manat, hə? hə, elə. İkincidə necə istəyirsiniz? ADC 9, 8, 7 16. İkinci ay 800 neçə manat, düzdürmü? Üçüncü ayda 700 neçə Aha. manat pul istəyirsiniz də ki, əsas yüzlüklərdir. Maksimum ən çox olsun. Aha. Bəs bir dəfə deyirəm ki, bax indi siz mənə hər ay 3 ay pul verməlisiniz, 3 rəqəmli. Birinci ay neçə manat vermək istəyirsiniz? Az olsun da yəni. Aha, yəni Nəsə 100 neçə fiziki. manat, 100 neçə manat. İkinci ay İkinci ayda 200 neçə zaman. o birisi ayda 300 neçə manat ay sonu. Ha. Yəni minimumlar belə tapılır. İndi bunu niyə görə deyirəm? Bax, təklik, onluq, yüzlük də, təklik, onluq, yüzlük. Burada maksimum istəyirsə, bunlara sən yüzlüklərə maksimum qoymalısan. Yəni buna qoyaram 9, bura verirəm 8, bura verirəm 7. İndi buna verirəm 6, 5, 4, o birisinə də 3, 2, 1. Yəni minimum maksimum suallarında sol tərəfdən başlayırsan. Maksimum istəyirsən sol tərəflərə. Maksimum sonrakılar elə. Amma minimum istəsən nə edirsən? Bax, misal üçün burada. Bu sualda artıq bizdən minimum qiyməti istəyir. Minimum istəyirsə, bunlara minimum qiymətlər verməliyəm. Yəni 1, 2, 3. Sonra növbətçində tələbələr götürür buraya 4, 5, 6 yazır. Bu birisinə də yazır 7, 8, 9. Sizdə burada problem varmı? Sıfırda var axı, sıfırda yazma. Sıfır da var. Ay, süper. Burada problem odur ki, tələbələrin adətən yadından çıxır sıfırı istifadə eləmək. Sıfırı minimumda istifadə eləmək lazımdır. Sən sıfırı əvvəllərə ata bilmirsən, məcbur. Çünki sıfırdan ədədlər başlaya bilməz. Ona görə sıfır yox, ki, sıfırı əvvələ ata bilmirəmsə, ortaya mütləq atmalıyam ikinci cərgəyə. Sıfır, bura yazaram 4, burada yazaram 5. O birisinə də 6, 7, 8 ataram, onlar minimum qiymət. Bunları toplayanda da 711 olur. 711-dən balaca qiymət alına bilməz bunların cəmi. Aydında minimum Müəllim, maksimum sıfırı suallarında C-nin yerinə aha, qoya bilməzdik. yox, bura mı? C-nin yerinə, C-nin. Hə, yox, indi bax, biz belə elədik də, misal üçün 1, 2, 3, düzdürmü? 0, 4, 5, 6, 7, 8 elədik, hə. Sən deyirsən ki, 0-ı biz bura verək. Yox, indi Bəli, burada belə bəli. bir tema var. Bax, təklik, onluq, yüzlük. Yüzlüklər minimum 1, 2, 3-dür. İndi burada onluq təklikdən daha böyükdür axı, onluqlar daha çoxdur. 0-ı onluğa qoyanda minimum qiymət alarsan, yoxsa təkliyə? Bizə necə deyirsən, belə deyirsən də onda 1, 2, 3, hə? Onda 4, 5, 6, düzdürmü? Bura 0, 7, 8, beləmi? Bəli, bəli. Axı burada adi yüzlüklərə bax neçə eləyir bunlar? 10, 15 eləyir də cəmi, amma bunlara bax 9 eləyir. Yəni 0-ı faktiki ortaya qoya bilirəmsə, niyə axıra qoyum? Onluqlar daha böyükdür də, onluqlar təkliklərdən daha yüksəkdir. Bəli, bəli, başa düşdüm. Aydındır bax buna görə.
Yəni sıfırı həmişə birinci yox, növbəti xanaya qoymalısın. Birinci yerə sıfır yazmaq olmur. Və burada qəşəng bir dənə sual var. Deyir ki, fərqli hərflər fərqli rəqəmləri ifadə edir. Bunun minimum qiymətini istəyir. Bax, minimum deyirsə buradan başlamalıyam. Biri hansına verin burada? Nəyə verin biri? D'yə. D-yə. Çünki D-lər 2 dənə minlikdədir. Düzdürmü? D-lər minliklərdədir 2 dənə. D-lərə verirəm 1. 2-ni hansına verim? G-yə yoxsa A-ya? A'ya. Yüzlüklərdə A 2 dənə də ona görə. A. Çünki A-lar nə qədərdir? Bax, bir dənə minlikdədir. 2 dənə də yüzlükdə. Oldu 1200, 3 dənə də təklikdədir. Oldu 1203 dənə A. Amma G-lar biz minimum maksimuma baxmışdıq keçən dərs. Bəli, müəllim. Müəllim, bu testi sırf yazmışdıq keçən dəfə. Hələ Bundan bunu əvvəlki. belə yazmamışıq, ha heç nə. Heç onda deyək bunu, sonra keçərik. Hələ yazmamışıq bunu. Bax, A-lara 2, G-ya da 3. Heç nə, A-lara 2 yazmışıqsa, elə baxmamışıq. İndi yaxşı bir dənə sual verimsin, əgər baxmışıqsa. O-nanlı hansına 4, hansına 5 verim? 0 vermək lazımdır birinə. Ay, bəli. Burada ücret 4 ilə 5 yox, 0 vermək lazım. 0-ı n-ya verərəm. N-lar daha çoxdur axı. N-lar yüzlük və onluqdadır. Yəni 110 dənədir. Ular isə yüzlük və təklikdədir. 101 dənədir. N-lara 0 veririk. O-ya da veririk 4. O birisilər də olur. O birisilər də olur ki, 1-nə 5, 1-nə 6, 1-nə 7. Axşamınız xeyir. Müəllim, səsini tanımadılar. Axşamınız xeyir. Mamit müəllim səs Məhəmməd tanıdı. müəllimin sizə aqronun salamları var. Şimdi dersiniz 3-6 olur da burada. 10 olmuyor. Məhəmməd müəllim adlayır. Bu olur belə. İndi mən bir dənə bu suala baxmamışdıq keçən dəfə. Bir dənə istəyirəm bu suala baxasın. Video izahı var da. Orada demişdi ki A-dan C-ni çıxanda bir dənə vermişdilər. Ona görə D üstə gəl 1 yazaq. Avtomatik D ilə D getdi. E-də 9-dur. Ədədən ədədin tərsini çıxanda ortadakı rəqəm 9 eləyir. 10. Bəli, aysu. Demişdik ki, ədədin özündən tərsini çıxanda ortada həmişə 9 olur. Y 9-dur. Bir də tələbələr nə edir? Bax, A çıx C nədir bizdə? D-yə oxşur, amma D deyil. A çıxılsın C bizdə. A çıxılsın C. D üstə gəl 1-dir. Çünki biz onu demişdik də. Çünki bir dənəsini bura verirdi. O qızıl qaydalar PDF-ni mən göndərmişəm yəqin. Ona baxmışsınızsa orada var. A çıx C burada D yox, D üstə gəl 1-dir. Yəni bu A çıx C-nin yerinə sən yazırsan. D üstə gəl 1. D üstə gəl 1. D-nin özünü yerinə yazırsan, çıxılsın D, üstə gəlsin 9. Heç nə. Qaqa, D-lər getdi. 1 ilə 9-u toplayırsan, cavab olur 10. Əsas məsələ bilməlisən ki, A çıxılsın D, A çıx C, D üstə gəl 1-dir. Burada nə veribsə ondan bir vahid artıq götürür. Olur belə. Ümumiyyətlə, hesab əməlləri imtahana o qədər də çətin düşmür. Bir dənə, mən sizə bir sual göstərmək istəyirəm. Müdürlər mənə deyərsiniz, baxmışıq, baxmamışıq. Məncə bunlara baxmışdıq biz. Bunlara baxmışdıq mı? Bəli, izah etdiniz, amma videosunu atmalıydınız deyəsən. Necə? Var idi videosu var idi. Hə, bəli. Var. Bəli. Bax, bu dövlət qulluğuna son bir dənə çətin olan biraz belə düşün. Qalanları zaten hesab əməllərinin imtahanı o qədər də sıxıntılı suallar düşməyib demək olar ki. Heç nə. Bu olur belə. Bu günlə keçəcəm. Biz buradan ardıcıllıqlar keçmişikmi biz? Deyəsən Bəli. keçmişik. Aha. Bəli. Operatorlar keçmişik. Bəli. Birinci hissə. Birinci hissəsi, operatorların ikinci hissəsi qalır. Ha, tamam.
Operatorlar ikinci hissəsi qalır. Bir də ədəd şəkil münasibətləri. Heç də. Operatorlar qısa dərsdir. Onu növbəti dəfə keçərik biz. Gəlin bugün ədəd şəkil münasibətlərinə baxaq. Bir çox tələbənin yaralı yeridir. Ədəd şəkil münasibətləri əslində iki dənə mövzunun birləşməsidir. Hansı ki, operatorlarla ardıcıllıqları birləşdirib yaradıblar bizdə bu mövzunu. Necə olur burada suallar? Bax, bu tip suallar piramida sualları, pizza sualları adlanır. Bu suallarda bizdə şey olur. Ya ardıcıllıq kimi olur, ya da qarşı-qarşıya. Biz bu ardıcıllıq sualıdır, çox sadə sualdır. Olacaq 15. Yəni belə suallar ya ardıcıllıq kimi gedir, ya da qarşı-qarşıya. Misal üçün bax burada. Bu Fibonacci ədədlər ardıcıllığıdır. Yəni əvvəlki ikisinin cəmi sənə verir növbəti ədədi. 1 ilə 2-nin cəmi bizə verir 3. 2 ilə 3-ün cəmi bizə verir 5. İndi bu sualı tapmaq üçün 13 ilə 8-i toplayırsan olur 21. Bu heç. Yəni ya ardıcıllıq kimi baxırsan, adətən saat əqrəbi istiqamətində gedir. Ya da qarşı-qarşıya baxırsan. Bax, fikir verin, burada qarşı-qarşıya hər dəfə 3-ə vurub. Görürsünüz? Hər dəfə təxminən demək olar ki, 3-ə vurub burada qarşı-qarşıya baxanda. Qəbula hansı tipdə düşür daha çox? Bu mövzudan mı? Bəli. Bu mövzu biz necə bir mövzudur? Burada o qədər sual tipi var ki, misal üçün, bax, bunlar ya ardıcıllıq, ya qarşı-qarşıya. İmtahanın çox vaxt bax, bundan bir dənə sual düşür 90% hallarda. Bunlara deyirik kənarlardan ortağın alınması. Bax, hər imtahanın demək olar ki, bir dənə sualı bundan olur. Kənarların cəmi Bu ortanması. bildiyiniz adi operator sualıdır. Burada qıraqlardan ortanı almağa çalışmalısın. Necə edirsən də al yine. Burada misal üçün nisbəti asandır. 12 ilə 12-ni toplayıram 24, 6-ya bölürəm olur 4. Aşağıları toplayıb yuxarıya bölürəm. İndi bunları toplayanda 30, bölürəm yuxarıya eləyir 5. Ən çox bu tip suallar olur imtahanda. Bir də ki, bəzən bax bu tip suallar. Burada misal üçün belə olur. Bunları toplayıram 34, bunları toplayıram 32. 34-dən 32-ni çıxanda alıram cavabı 2. Ola bilər belə olsun. Bunlara bir baxarsan, bunlara da bir baxarsan. Məsələn, bunları topla, bunları da topla, alınan cavabları çıx. Yəni, nə bilim, bunları vur, alınan cavabları çıx. Bax, belə də ola bilər. Müəllim, Ya da burada ki, kənarlardan birini verməyə bilər. necə? Məsələn, kənarlardan birini verməz, onu soruşar. Hə, olar. Niyə olmaz? Olmasın ki. O da olar. Burada ən misalda bax, belə ola bilər. Çarpaz. Bunlara bir baxarsan, bunlara bir baxarsan. Burada bir də belə suallarla bağlı mən sizə bir dənə qızıl qayda öyrədim. Bu tip suallarda biz nə edirik? Belə deyək də. Bir neçə üsulu yoxladınız. Gördünüz əgər alınmırsa, bir də var hamısını toplamaq. Bu nə deməkdir? Məsələn, bax, bunları hamısını toplayaram 5 dənə ədədi tutalım. Eləyir məsəl üçün 60. Bunları da toplayaram, eləyər 60. Aydındır? Yəni cəmlər 60 verə bilər. Bunları da toplayacam, olacaq tutalım 60. Bir neçə üsulu yoxladınız. Alınmadısa hamısının cəminə baxın. Bax, bu üsul magistr, dövlət pulu, bax, bu imtahanlarda çox istifadə olunur. Hamısının cəmi. Olur belə. Bax, belə bir qızıl qayda da deyim mən sizə. Böyük ədədləri toplayın, balaca ədədləri vurun. Bax, bu qayda da keçərli olur bizdə. Böyük ədədləri topla, balaca ədədləri bir-birinə vur. Bunları toplayıram, bunları vururam, bərabər olur. Burada nə olacaq? Hasilləri 1 vurdu 2'ye 2, 2 2'ye 4, 32 müəllim. 2 ile 8, 32. Bəli. Bu ardıcıllıqlarda var idi bu sual tipi. Bu Fibonacci ədədlər ardıcıllığının vurma versiyasıdır.
Əvvəlki ikisini vurub növbəti həddi tapırsan. 2 vur 2 4, 2 vur 4 8, 4 vur 8 32. İndi bizdən buradakını istəsəydik misal üçün 32-ni 8-ə vuracaq nə olacaqdı? 256. Fibonacci-nin vurma versiyası. Misal üçün, bax, piramidalar var bizdə. Piramidalar 90% hallarda belə olur. Bax, aşağıdakı ikisindən yuxarıdakı alır. Burada biz 6 ilə 7-ni toplayırsan, 5 ilə 7-ni toplayırsan, yəni prosta toplamadır. Bununla bunu toplayırsan alır 26. İndi bu sualı tapmaq üçün bu ikisini toplamalısın. Bu təbii ki, ən sadə piramidadır, ən sadə. Qəbula məsələn bir dənə piramida düşür, möhtəşəm şəkildə. Burada bax bir dəfə vurub bir dəfə toplayırsan. Bax, aşağıdakı piramida vurma piramidası. Görürsünüz 2 vur 3 6, 2 vur 3 6, nə bilim 2 vur 4 8. Bunları tapmaq üçün vurursan. Bəs bunlardan bu ədədlər necə alınır? Toplamaqla. 6 ilə 8-i toplayıram 14. 2 ilə 6-nı toplayıram 8. Deməli bu toplama oldu. Bax bu da 12-ni 14-ə vururam 168. Bu vurma oldu. İndi bu dəfə toplama olmalıdır. Yəni bir dəfə mərhələli gedir. Bir dəfə bundan olur, bir dəfə ondan. Belə deyək. Olur belə. Bu da adicə toplaya gedir bu piramidalarda. Misal üçün 12 ilə 1-in cəmi A olacaq 13. Bununla bu misal üçün 13 ilə 18-in cəmi 31. Toplayıb tapırsan. Bunların cəmi 28. Bunların cəmi 18. Yəni bunları toplayıb yeni tapıram. Bunları toplayıb F tapıram. Bu sadə sual. Əsas sual formaları bunlardır. Bu indi asan səviyyə idi. İndi qabaqda möhtəşəm suallar var. Bax misal üçün bu sual. Burada ardıcıllıq kimi baxaram. Çünki bax, ədədlər get-gedə böyüyüb. Burada artımlar necə gedir? Bax, 4-dən 11-ə, 11-dən 32-yə, 32-dən 95-ə gəlmək üçün sizcə mən nə edə bilərəm? Çıx 1. 3'e vurup 1 çıkmak. 3 vurup 1 çıkmak diyorum ben de. Ay, Üçə 3-ə vurub bir vurur. Təxminən görsə 3-ə vurmaq var. Təxminən 3-ə vurmaq var. 3-ə vurub 1 çıxırsa, 11-i 3-ə vururam 33, 1 çıxıram 32, 32-ni 3-ə vururam 95, 96, 1 çıxıram 90. Hər dəfə 3-ə vurub 1 çıxırsa, indi bu ədədi 3-ə vurub 1 çıxanda bu eləyəcək. Sadəcə 3-ə vurub 1 çıxırsa. Misal üçün, burada nə olacaq? Dördə vuracaq qarşılıqlı baxanda. Bəli. 2-yə Burada bölüb birinci 4-ə 4'ə vurur. 2'yə bölüb sonra 3'ə vurur. Sonra 2'yə vurur. 4'ə vurur. Elə də getmiyorlar. Bir Ay dördə sorun vuracaq. sabah 2-yə bölüb 4-ə vurub. 2-yə bölüb 4-ə vurub. 2-yə bölüb 4-ə vurub. İndi 2-yə böləcəm 16. Belə də getmiyorlar. Ya da ki, bax 4-ü 4-ə vurmuşam 16. 2-ni 4-ə vurmuşam 8. 4-ü 8-ə vurmuşam 32. İndi 4-ü 4-ə vuranda olacaq 16. Yəni qarşı-qarşıya biri digərindən 4 dəfə böyüdür. Olur belə. Burada nə olacaq? Burada 8 olacaq da. rəqəmlərin 1, cəmi 2, 3, 4, 5, 6, 7, 8. 8. Bəli, burada rəqəmlərin cəmidir. Bax, bu 1-dir. 1 ilə 0 toplayıram 1. 1 ilə 1 toplayıram 2. Bunların cəmi 3, 4, 5, 6, 7. İndi rəqəmlərin cəmi 8 olan lazımdır. Elə deyək 8-in özü. Ola bilər ki, cavabda 71 olsun, bunu da götürə bilərdik. 7 üstə gəl 1 də 8 edir. Yəni bu sualda nədir? Rəqəmlərinin cəmidir. Misal üçün, və bizdə bir də var bu tipli suallar. İmtahanlara tez-tez bu formalı suallar düşür. Bu tip suallarda necə olur? Bax, bir dənə ABC-dən verilir, bir dənə rəqəmdən verilir nümunə. Səndən bunu istəyir. Bax, məsləhətim olar ki, elə ABC verilən nümunə ilə baxasınız əksər hallarda. Bax, A-nın üstündə yazıblar 2. A-nın üstündə niyə 2 yazıblar? Çünki A 2 dənə figurun Bir dənə içindədir. kvadratın içində. Bəli. B-yə niyə 2 yazıblar? B də 2 dənə kvadratın içindədir. C-yə 3 ona görə yazıblar ki, C 3 dənə figurun içindədir. İndi deməli, bax 5-ə nə yazacağam üstündə? 2 dənə figurun içində daxil. Olacaq 5 üstü 2, üstə gəl. 3-ə nə yazacağam?
1, 2, 3 dənə fiqurun içindədir. 3 üstü 3 üstə gəl. 2-nin üstündə neçə olur? 1, 2, 3, 4. 2 üstü 4. Alınan cavabları tapıb toplayacağım. Yəni, hansı neçə dənə fiqurun içindədirsə, onları üst qüvvətə yazır. Misal bu sualda. Gəl ABC olanla bax. Burada, bax, A-nı 4-ə və 4-ə vurub. Niyə? A 4 bucağın və 4 bucağın içindədir. B-ni 3-ə və 4-ə vurub. Çünki B 3 bucağın və 4 bucağın içindədir. C-ni 3 dəfə 4-ə vurub. Çünki C 4 bucaq, 4 bucaq və yenə də 4 bucağın içindədir. Alınan cavabları axırda nə edir? Opşu toplayır. İndi baxıram bura. Bax, 3-ü, bu 3-ü. Vuracam 3-ə və 6-ya. Bu oldu birinci. Sonra arada toplayır axı bunları. Üstə gəl. 4-ü vuracam 4-ə və 6-ya. 4-ü vuracam 4-ə və 6-ya. Üstə gəl yenə. 2-ni vuracam 6-ya, 4-ə və 6-ya. 6-ya, 4-ə və 6-ya. Şu, alınan cavabları tapıb toplayacağız. Bax, bu tip suallar ardıcıllıq suallardır əslində. Sadəcə fiqurların içində verir. Bunlar nədir? Bunlar tərsinə Tersine yazılmış, çevirdi. bəli, tərsinə çevrilmiş kvadrat ədədlərdir. 2-nin, 3-ün, 4-ün kvadratı 16 da tərsinə yazıblar. 25, 5-in kvadratı, belə gedir. İndi bizə lazımdır 36, yəni tərsi olur 63. Tərsinə yazılmış ardıcıl kvadrat ədədlərdir. Burada nə olar? Yenə bayaqki kimi 1, 2, 3, 4, 5, 6, 7 C variantı. Bəli. Burada da rəqəmlərinin cəmidir. İndi bura olacaq 7, yəni 16. 1, 2, 3, 4, 5, 6 rəqəmlərin cəmi 7 verməlidir. Bax, belə suallarda ardıcıllıqlar olur bu tip suallarda. Amma eyni fiqurlara eyni cür baxmalısan. Misal üçün, bax, bir ardıcıllığın budur, ikinci ardıcıllığın budur. Ola bilər, ha, bunu uzada da bilərdik. Misal üçün, buraya yazardı kvadratlar, tutalım. Üçüncü ardıcıllığın məsəl üçün. Hər ikisinə də aiddir onda. Bəli, bax, bu iki həm ona aiddir, həm buna. İndi, bax, bu Aldı, bu da kirpi sağ. necə gedir? 2'nin üstü 2, 4, 4'ün üstü 2, 16, 16'ın üstü 2, Bəli, 256. 156. Burada Obrisini yəni üçə vurur. kvadratlar. Bu birisi isə sadəcə 3-ə vurub hər dəfə. İndi 18-i 3-ə vuranda olacaq 50. 54. Hər dəfə 3-ə vura gedir. Burada nədir? Kırk altıyı verirsiniz yoksa 43? 43. 13 düz o. 13. 13. Bəli, bu Fibonacci ədədlər ardıcıllığıdır. 1 ilə 2-nin cəmi 3, 2 ilə 3-ün cəmi 5, 3 ilə 5-in cəmi 8, 5 ilə də 8-in cəmi bizə verəcək 13. Fibonacci ədədlər, yəni əvvəlki ikisinin cəmi bizə verir növbətdə. Bax, 44 bayaqki sualın eynisidir. Fibonacci'nin Müəllim, vurma bu versiyası. ardıcılıqlar, Bəli. eşidirsiniz? Aha, Bu ardıcılıqlar saat əqrəbinin əksi istiqamətində də gedə bilər. ola bilər. Tamam. Amma əksər hansı pizza tipli ardıcılıqlar? Yəni bayaqdan göstərdiklərimizin hamısı əqrəb istiqamətində gedir, əksi də ola bilərdi yəni. 90%, zaten 90-99% saat əqrəbi istiqaməti ilə gedir. Amma ola bilər şey olsun. Buyurun İsa bəy. Müəllim, burada 2-ni 1-ə vurur. Sonra alınan cavabı 2 eləyir. Sonra 2-ni 4-ə vurur 8. 8 də 2-yə vurur. Belə gedir yoxsa? 1'i vurup Yok. 2'ye, 2, 2'nin 2'ye 4, 2'nin 4'e 8, 4'e 8'e 32. Fibonacci'nin vurmasıydı desem bu. Bəli, bu Fibonacci-nin vurmasıdır. Yəni, əvvəlki ikisinin hasili sənin növbətini verir. 2 vur 1, 2. 2 vur 2, 4. 2 vur 4, 8. İndi bunu tapmaq üçün nə etməliyəm?
4'ü 8'ə vururam, olur 32. Əvvəlki ikisini bir-birinə vurub növbəti həddi tapırsan. 46-cı sual keçən il düşmüşdü şeyə, avqust imtahanına. Burada məsələ nədir? Bax, suala uyğun olan variantı seçin. Burada bu mövzuda əsas məsələ nədir? Böyük ədədlər adətən cavab olur. Böyük ədədlər. İndi, bax, böyük ədədlər görürsən orta cərgə. Bax, bu 7 necə alınıb? 2 ilə 5-dən. 5 ilə 2 toplayıb. Bəs 23 necə alınıb? 2, 7, 5, 9-u Bəli. toplasaq. Üstündəki və altındakı kərpiclərin cəmi ilə. Bizə bu 25 alınıb, talıb. Və bunlardan. Yuxarıların və aşağıların cəmi. İndi mən bu normalda 6-nı 14 eləmək üçün 8 lazımdır bizə. 6 sayı 8, 14 olsun. Həqiqətən baxanda bu 4 ədədin cəmi də 23 verir. İndi mən sizə sual göstərəcəm, onu amma sistemin çata yazın. Görüm kimlər aktivdir, kimlər diqqətlə qulaq asır. 48. Bəli, eyni sualın demək olar eynisidir. Bayaqki sualın eynisi. Bunu da baxsın, bu 4 dənəsini toplayırsan. Olur 20. Piramidalarda bəzən, baxın, burada nə olacaq cavabı yaxşı? Müəllim altdan 5-dən 3 toplayıb 8, sonra 8-dən 8 toplayıb 30, 16, 35. 16 ilə 15. 14 ilə 11 ödəmir axı. Bəli, adi toplamadır. Rəqəmləri Biz baxırsan ki, Yəni burada burada 1 ilə ödəmir. 4-ü də toplayıram. 1 ilə Bəli. 4-ü toplayıram, 1 ilə 2-yi də toplayıram. Bax, burada qızıl qayda nədir? Burada qızıl qayda elə olur ki, bax, əgər bir rəqəmli ədədlərdə görürsünüz, bir üsul alınır. Bax, 5 ilə 3-ün cəmi 8. 8 ilə 8, 16, 8 ilə 7. Bir rəqəmli ədədlərdə alınır. İki rəqəmli ədədlərdə alınmırsa, görürsən, bu ki, burada pozulur. Onda 99% rəqəmləri ilə bağlı olur. Sən buna 14 yox, bir üstə gəl 4 kimi də, yəni 5 kimi baxmalısan. 5 ilə 3-ün cəmi nə verir? 8. Misal üçün, bura 1 üstə gəl 4-dür, 5-dir. Bu da 11-də 1 üstə gəl 1. Doktor, bir dəqiqə. Hə. Özümdə saxlayım açarı. Bizə dəqiqə. Sonra arka boşta mən kimsə gəlsə görürüz. Kimsə gəlsə görərsən. Hə, mən baxıram ya. Hə. Burada rəqəmləri toplayıb toplamaqdır. İndi 16-nı sən 7 kimi baxırsan, 1 üstə gəl 6 kimi. Buna da 6 kimi baxırsan. 7 ilə 6-nın cəmi olur 13. Gözlük cavabları 31 də qoyublar ki, tələbələr qatıb qarışdırsın. Rəqəmləri ilə bağlı olur. Burada isə rəqəmlərin vurub toplayırsan. Misal üçün, yox, daha doğrusu rəqəmləri vurub vurursan. Bax, 3 vur 1 eləyir 3, 4 vur 2 eləyir 8. 3 vur 8 olur 24. Bax, 9-u 72 eləmək üçün 8-ə vurmaq lazım. Yəni 2 vurdu 8 eləyir. İndi uyğun olaraq 4 vur 8 olacaq 32, 1 vur 1 vur 2 eləyəcək 2. 32-ni 2-yə vuranda olacaq 64. Yəni rəqəmlərin vurub nə eləyirik? Toplayırıq. Bu mövzuda biraz sizin fantaziyanızda rol oynamalıdır. Bax, bu adam şəkli deyil. Bax, adamın əlləri neçə eləyir cəmi? Əlləri neçə eləyir? 12. Ayaqları neçə eləyir? 10. Bir-birindən çıxanda alınır 2. Əllərin cəmindən ayaqların cəmini çıxırsa. İndi cavab olacaq 15. 6 ilə 1-in cəmi olur 7. 15-dən 7-ni çıxanda alıram 8.
Baş tərəf 8 olmalı. Bunun Bu vurması da ola sual, bilər. bəli, Bunun vurması da ola bilər. bəli, ola bilər vurması olsun. Aç, bunları vur, alınan cavabları çıx. Yaxşı, mən olsam belə eləyərəm imtahanda. Bunlara bir baxaram, bunlara bir baxaram falan. Mən olsam belə salaram imtahanın sualı. Bu sual bir çox imtahanlara düşüb. 5 dəfə magistr imtahanına düşüb, 2 ya 3 dəfə dövlət qulluğu imtahanına. Burası hər dəfə eyni düşməyib də. Bax, bunu belə deyək də. Biz gəl bunu qaqaşdır, düzdürmü? Bu qaqaşın adı olsun Nail. Bu Nail misal üçün özü adi magistrdən misal çəkin. Bu Nail magistra 2 dəfə düşüb. 2 dəfə magistra düşüb. Nail. İndi bax, sizə Nailəni göstərəcəm mən. Bircə dəqiqə. O Nail idi, bu da olur Nailə. Bax, 2023. Tamam. 2023 ikinci cəhd. Abi hanı bu test? Bir dəqiqə, bir dəqiqə, bir dəqiqə. Baxın, bayaqki sual bu sual. Görürsünüz, bu da olur bizdə Nailə, belə deyək. Çünki bayaqki sualda hara getdi? Bax, bu oğlandır, bu isə onun qız versiyasıdır. Görürsünüz? Burada da eyni söhbət gedir. Bunların cəmi eləyir 49, əllərin cəmi eləyir 13. 49-dan 12 çıxanda alınır 36. Yəni, ayaqların cəmindən əllərin cəminin eynilik çıxmış olur. Bu olur belə. Misal üçün, belə suallarda, burada qarşı-qarşıya olur adətən. 4, 4 vur 9, 36, 3-ü 12-yə vuram edir 36, 5 vur 8, 40, 4 vur 10, 40. Yəni, qarşı-qarşıya hasillər nədir? Bir-birinə bərabər olmuş olur. İndi 14-ü 3-ə vuram 42, 7-nin yeri 6-ya vurasan ki, eləsin 42. İkinci sual. Burada 343 sizə nəyi xatırladır? Kvadrat. Kub, 7-nin kubu. 7-nin kubunu, bəli. Burada kub ədədlərdir. Bax, bu 2-nin kubudur. Bu 7-nin kubudur. Bax, bu da 3-ün kubudur da 27. Burada tərsdən yazıblar. Tərsinə yazılmış kub ədədlərdir. Burada 4-ün kubu 64 tərsdən yazılır. 5-in kubu 125 tərsdən yazılır. 6-nın kubu 216-dır. 7-nin kubu zaten 343-ün tərsi də düzü də özüdür də, yəni 343-dür. 512 də 8-in kubudur. İndi bizə nə lazımdır burada? 1-in kubu olsun da, bax 1, 2, 3. Görürsünüz, burada saat əqrəbinin əksinə getdi ardıcıllıq. Ona görə də məntiqdə heç vaxt 100% nəsə yoxdur. Yəni, heç kim deyə bilməz ki, burada belə deyək də, ancaq saat əqrəbi ilə olsun. Bəlkə saatın əksinə olur. Burada baxın, görürsünüz ki, burada iki cür fərqli oxlar var bizdə. Burada 2 dənə fərqli ox var. Uzun oxlar, bir də qısa oxlar. Burada uzun oxların cəmi, yəni bu üstəgəl kimi olan oxlar, uzun oxların cəmi bizdə qısa oxların cəminə bərabər olmalıdır. Uzunların cəmi qısaların cəminə bərabər olmalıdır. Bərabərləşdirib tapırsan. Axı necə 7 ilə 5-in cəmi Aha, 12. 4 dənəsini bir yerdə topla. Hə, hamısını bildim. Hamısı. Bax, ki, qırmızıların cəmi obş eləyir 30, yaşılların cəmi eləyir 30.
4'ü bir yerdə. Tamam? Olur belə. Bəli. Müəllim, bu Burada nə sual olacaq? həmişə o formada düşür yoxsa? Ya burada əsas məsələ nədir? Bax, bu mövzu elə bir mövzudur ki, burada həmişə deyib bir şey də yoxdur. Yəni problem odur. Burada yəni ən azından bax oxlar iki cürdür də. X varı olanlar var, bir də üstəgəl kimi olanlar. Yəni bu əslində ipucudur ki, sən qısalara bir baxmasan, uzunlara bir. Burada qızıl qayda odur ki, əgər ədədlər rəqəm zad çoxdursa, ədədlər çoxdursa, 99% hallarda toplama olur. Ki burada toplayıb bərabərləşdirirsən də. Çünki oxların da bəziləri uzundur, bəziləri qısadır. Deməli uzunlara bir, qısalara bir baxmalı. Olur belə. Mən isə bəli. Bax, bəli, 15-i 2-yə vuram nə olur? 30. 18-i 2-yə vuram edir 36. 27-ni 2-yə vuram olur 54. Yəni bu görməli sualdır. İndi 34-ü 2-yə vuranda 68 olacaqdır. Yəni bunun yerinə bizə 8 lazımdır. Burada bu mövzuda görürsünüz biraz görmək lazımdır sualları. Burada nə olacaq? Qayıda bilərsiniz əvvəlki suala. Mən bunu başa düşmədim. Niyə 2-yə vurursunuz? Köfə elə istəyir. Yəni səbəb yoxdur. Prosta. Yaxşı, Aha. 1 ilə 5-i 1 götürürlər, 3 ilə 0 necə götürürlər? Bax 1 ilə 5-i yapışdırdım, nə oldu? 15 düzdürmü? Mhm. Burada 3 ilə 0-ı da belə götürdüm. Yapışdırdım, nə oldu? 30. 15-dən 30-a gəlmək üçün 2-yə vururam. Həvəsini başa düşdüm. Prosta 2-yə vurur yəni. Burada On səkkizi 3-ə vurdu 54. 16-nı vur 5 80. bəli. Qəşəng. Bax 3-ü vururam 18-ə. Eləyir 54. 5-i vururam 16-ya. Eləyir 80. 2-ni vururam 26-ya. Eləyir 52. 4-ü vururam 12-yə. Eləyir 48. Misal üçün burada sadəcə ortadakı ədədlər cavabdır. Çünki böyük ədədlər ortadadır, sual işarəsi də ortadadır. Adətən elə olanda cavablar olur onlar. Bu 4 necə alınıb? Bax 1 ilə 3-ü toplamışam. 14 necə alınıb? Bax bunları toplamışam. İndi bunu tapmaq üçün 6 dənələri bir-bir toplayıram. 13, 24 edir. 22-ni tapmaq üçün bu 4 dənələri toplamışam. Olub belə. Burada nə olar? Altı bucaqlı da 6-nı 3-ə vurur 18. Üç bucaqlı da 10-u 3-ə vurur 9. İkincidə alınmır axı. Bəlkə bir dəfə hasilin, bir dəfə cəmin. Hə, bucaqların sayında yəni 5 bucaqlı, 6 bucaqlı məsələsidir. Burada bu siz dediyiniz üsul burada alınmır. Kuba yüksəldir müəllim. Bəli, kuba yüksəldirik. Bax. Bu 3, bu da 6 bucaqlıdır da. Bu 4, bu da 6 bucaqlıdır. 4 ilə 6-dan 152 necə alınır? Belə 6-nın kubundan 4-ün kubunu çıxmışam. Kubları fərqi. 2 balaca ədəddən böyük ədəd alınırsa, kvadrat kubla gedə bilər də. Burada elə bir biz bucaq sayını rəqəm kimi götürürük. Ha, bəli. Zaten bu mövzuda elədir ki, fiqurlar müxtəlifdirsə, budaqların sayı 99% hallarda rol oynayır. Bucaqlar
Çox vaxt rol oynayır. Çünki müxtəlif fiqurlardırsa əgər. Bucaqları yəni boşu-boşuna vermir. Olur belə. Misal üçün, aha, necə? Dairədə. Dörd bucaqlıdır. Burada. Bax, bu indi 6 bucaqlı, bu da dairə sıfırdır. Dairə bir zat deyil ha. Yəni 6 bucaqlıdan 0 bucaqlının, yəni 6-nın kubundan 0-ın kubunu çıxanda yenə eləyir 216. Düzdür? Yəni ikisinin kubları fərqli. Burada da 6 bucaq, burada 6-nın kubundan 3-ün kubunu çıxanda 189 bucaqlıdır. Olur belə. Bax, məsələn 16-cı sual. Görürsünüz, müxtəlif fiqurlardır da. Müxtəlif fiqurlarsa bucaqların sayı 99% hallarda rol oynayır. Bu neçə bucaqlıdır? Bax, 1, 2, bucaq tərəf eyni şeydir axı. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu 8 bucaqlıdır. Bu isə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Bu da 11 bucaqlı oldu. Arada bölmə var da. Bax 11-i 8-ə vuram olur 88. 1-i 11-ə vuram olur 11. 88-i 11-ə böləndə olur 8. Yəni ədədləri vurub bir-birinə bölürsün. Bucağı vuran içindəki ədəd sayıla, o birisində də eyni şey. Axırda alınan cavabları bir-birinə bölmüş oluram. 15 nədir? Yenə də 2 ilə 6-yı toplayıb 25 8 müəllim. alır. 6 ilə 25 iyi. 8 toplayıb 14 alacağım da. 14. 14. Bəli, bu da Fibonacci ədədlər ardıcıllığı. 2 ilə 6-nı toplayıb 8, 6 ilə 8 toplayacağım, orada 14. Hamısı alınır. 12 ilə 1 13, 13 ilə 1 alınır 10. Yəni Fibonacci ədədlər ardıcıllığı yenə. Burada möhtəşəm suallar var. Bax, balaca ədədləri vurun, böyük ədədləri toplayın. Bayaq dediyim qayda. Qıraqdakı bu 4 dənə ədədin cəmi, bu 4 dənə ədədin cəmi, ortadakı bu 4 dənə ədədin hasilinə bərabərdir. Yəni, maviləri bir-birinə vurursan, qırmızıları nə edirsən? Prosto toplayırsan hamısını. 4-ünü də toplayırsan, alınır ortadakilərin hasili. Belə gedir. Burada nə olar? Qarşı olan ədədləri bir-birinə vurur. Y variantı olsaydı. Bəli, ədədləri bir-birinə vurursan. Misal üçün, 4-ü vuram 9-a olur 36, 3-ü vuram 12-yə eləyir 36, 18-i vuram 2-yə 36, 6-nı vuram 6-ya 36. İndi 1-i 36 eləmək üçün 36-nın özünə vurmaq lazımdır. Qarşı-qarşıya ədədlərin hasili bir-birinə bərabər, hamısı 36 verməlidir. Burada nə olur? Qarşı-qarşıya olan ədədlərin fərqinin kvadratı. Məsələn, 71, 7 çıx 1, Düzdür. 6, 6-nın kvadratı Bəli. 36. Bəli. 7-dən 1 çıxıram 6, kvadratı 36. 6-dan 3 çıxıram 3, kvadratı 9. 8-dən 7 çıxıram 1, kvadratı 1. 4-dən 2 çıxıram 2, 2-nin kvadratı olacaq 4. Bəli, rəqəmləri çıxıb kvadratı yüksəldirsən, qarşısına yazırsan. Burada nə olar?
Burada cavab 0. Məsələn, birincidə 4 rəqəmindən 2 dənədir. İkincidə 4-dən 1 dənədir. Üçüncüdə 4-dən 3 dənədir. Axırda 4-dən yoxdur. 0. Bəli. 4 rəqəmlərinin sadəcə sayını göstərir. Burada nə qədər 4 var? 0 dənə. Burada 2 dənə 4 var. Burada bir dənə 4 var. Bəli, belə gedir. 4 rəqəmlərinin sayı. Baba adi operator sualdır. 5 ilə 3-dən alınıb 98. Ümumiyyətlə 5 görən yerdə 90 neçə, 100 neçə görürsə 90 adətən kub olur. 5-in kubu olur 125. 125-dən 98 necə alınar? 3-ün kubunun çıxmağına. 3-ün kubu olur 27. Bir çıxırsan kubları fərqi. 27-dən 1 çıxırsan olur 26. Burada nə olar? Beş. Yok 5. Müəllim 5 ilə 5 toplayır, sonra 7 ilə də toplayır. Alınan cavablar 24 edir. Sonra da rəqəmlərin cəmi 4-dən 2, 6. Elə variant çıxmır axı. Babaya bir dənə qayda dedi. Bir neçə üsulu yoxlayırsan, əgər heç bir üsul alınmırsa, onda nə edə bilərdik? Cəminə baxsaq, Hamısını cəmləyirdik, bəli. Hamısını toplayırdık. 24, 2 ilə də 4-ü təzədən toplayaq. Yox, elə yox. Bax, bu 5 dənədir, hamısını toplayanda nə verir? 24. 30. Hə, hamısını toplayanda içəridəkində. Bunların da hamısını toplayıram, olur 30. Bunlar da hamısı 30 eləməli. Yəni, bunlar 20 eləyir axı. Bir dənə lazım, 10 lazım ki, 30 olsun. Eğer ki, bayaq dedikdə bir neçə üsulu yoxlayırsan, görürsən, heç nə alınmırsa, bir də var hamısının cəmi. Hamısını toplayıb tapa bilərsən. Neçə şey eləyir. Bu üsul tez-tez istifadə olunur. 54-də nə olar? Müəllim, burada çıxırıq. 7-dən 7 çıxanda 0, 9-dan 8 çıxanda 1, 5-dən 3 çıxanda 2, 8-dən 5 çıxanda 3, 8-dən 4 çıxanda 4, 5-dən 0, 5, 7-dən 1, 6, 9-dan da 1. Bəli, Belə bəli. çıxır. Burada rəqəmlərinin fərqidir. 7-dən 7 çıxanda 0, 9-dan 8-in fərqi 1, bunların fərqi 2, bura 3, 4, 5, 6. İndi rəqəmlərin fərqi 7 lazımdır biz olsun. 9-dan 2 çıxım ki, fərq eləsin 7. Belə. Olur belə. 57. Bir dəqiqə, müəllim, bayaqki sualda hər iki tərəfin fərqinin fərqi onda 1 olmalıdır, elə götürülür. Yox, bayaq 7-dən 7 çıxanda 0.
Düzdürmü? Bundan bunu çıxanda 1. Bir. Bundan bunu çıxanda 2. Bundan bunu çıxanda 3. Bundan Yəni bu bunlar 4. ikisinin arasında fərq 1 olsun o mənada yoxsa? Həm də ardıcıl gedir. Bax 0, 1, 2, 3, 4, 5, Ha, bildim, bildim. 6, 57 lazımdır. Ardıcıllığına. 57. Yani birinci topluyor sonra çıxır. Sonra yine topluyor. Yo, alınmır axı tam. Üçünə bir baxırıq, Salam müəllim. 5, Necə? 2, 3. Üçünə Aha. bir baxırıq. 5, 2, 3, Bəli, bəli. 10. 2, 2, 6, 10. Bəli. 6, 3, 1, 10. Bax, piramidalarda bir neçə üsulu yoxladın, gördün alınmırsa 300 baxmaq lazımdır. Bu üçün cəmi nə verir? 10. Bu üçün cəmi verir 10. Bunların cəmi 10. Bunların cəmi 10. Hamısının cəmi 10 verir. Bunların da cəmi 10 olmaq üçün burada zaten 10 eləyir də 0 lazımdır. Bir də imtahanda yadda saxlayın. Gördüyünüz sualı tapa bilmirsiniz. Variantlarda 0 varsa 0 atın. Çünki adətən 0 cavab olur. Ki, yəni boşuna qoymurlar da 0-ı. Həmişə 0 gördünüz 0 atmayın. Ha. Birinci suala baxın. Gördünüz ki, tapa bilmirsiniz. Atmaq istəyirsən. Əgər 0 varsa 0 atıb tutmağın daha məntiqlidir. Səhv də çıxa bilər, amma 0 daha məntiqlidir atmaq üçün. Olur belə. Məsələn, burada belə gedir. 3-ün kvadratı ilə 1-in kvadratını toplamışam, alınıb 10. 5-in kvadratı ilə 1-in kvadratını toplamışam, alınıb 26. Və buradakı sual tapmaq üçün 26-nın kvadratı ilə 10-un kvadratını toplayırsam. Olur 776. Olur belə. Burada isə 1000, 5-ə bölürəm 200, 5-ə bölürəm 40, 40-ı da 5-ə böləndə olacaq burada 8. Cavab olacaq D variantı. Bu olur belə. Baxarıq bu suala. Bax, bir dənə də üsul öyrədim sizə. Operatorlardan gəlir əslində o üsul. Baxırsan ki, ortadakı ədədlər necə ədədlərdir? Görürsən, şeydir. Təxminən vurma cədvəlinin ədədlərinə oxşuyur. 52 görən yerdə 13 görən yerdə 52 13-ə bölünür misal üçün. 24 8-ə bölünür. Bax, bunlar hamısı elə alınır. Misal üçün 24-ü 8-dən 24-ü necə alarsan? Deyəm ki, 8-i vurmuşam 3-ə. 3 hardan gəlib bu üçün? 5-dən 1-dən 3-ü necə almaq olar? Topla, 2-yə böl. Peki bunları toplayıb 2-yə bölürsən, alınır 3, 3-ü də vurursan bu 8 olur 24. Misal 9 ilə 5-i toplayıram 14, 2-yə bölürəm olur 7. Bu 7-ni bu 5-ə vururam olur 35. Vurub 2-yə bölürsən. İndi 13-ü 52 eləmək üçün 4 lazımdır. Burada deməli x deyək buna. 2 üstə gəl x böl 2 bizə verməlidir 4. 4 bir dəqiqə 4 verməlidir. Aha. X olur 6. Aşağıdakı ədədləri toplayıb 2-yə bölüb vurursan yuxarıdakı ədəd. İndi buna özünüz baxın. Cavabı çata yazarsınız. Nədir burada cavab?
Bəli. Cavab olur Y variantı. Bax. İşte bu 3 bucaqdır, bu da 5 bucaq. 8-i almaq üçün bu ədədləri toplayıram. 15-i almaq üçün bu ədədləri bir-birinə vururam. 20-ni almaq üçünsə 5-i, peki bunun bir vahid çoxuna, yəni 4-ə vuram 20. Ya istəsən belə elə. 15 deyildi bu. 15-dən 20-yə necə gələrsən? Vurub 15 almadım. Üstünə tezdən özünü gəlirim. Olur 20. Yəni ki 5-i vurursam bucağın bir vahid çoxuna. 5 vur 4 olur 20. İndi 6 ilə 6-nı toplayacağım. 6 bu güşə 6 bucaqlıdır axı bu. 6 ilə 6-nı toplayıram olur 8. Və 6 ilə 6-nı toplayıram olur 12. 6-nı 6-ya vuram 36. 6 nəyə vurmalıyam? Bunun bir vahid artığına. Bu 7 deyil, 6 deyil. Bir vahid artığı olur 7. 6-nı 7-yə vuram olur 42. 12, 36 və 42. Yəni birinci ədədi tapmaq üçün sadəcə toplayırsan, ikincidə vurursan, üçüncüdə isə bir vahid artıq bucağına vurursan. Burada nə olar? Müəllim, böyük ədədləri toplayıb B variantıdır 20 ilə 12. Yox, B deyil. Bax, bu sualı tələbələr bilirsə, əksər tələbələr niyə tapa bilmir? Burada düşünür ki, 11 ilə 1-dən 65 alınır. Yox. Burada tərsinədir. Bu 65-dən həm 11 alınır, həm 1. Necə alınır 65-dən 11? 6 üstə gəl 5 deyir o. Hə, rəqəmləri toplamaqla. O birisi isə rəqəmlərə çıxmaqla. Hə. Olur belə. Mən misal üçün 4 ilə 3-ü toplayıram 7, 4 ilə 3-ü çıxıram 1. 8 ilə 8-i toplayıram 16, çıxıram 0. İndi elə bir variant seçməlisən ki, cəmi 64 ilə 42. 42 olur, bəli. 6 ilə 4-ün cəmi 10, 4 ilə 6 ilə 4-ün fərqi 2. 42, indi bunun yerinə 42 qaldı. 4 ilə 2 cəmi 6, 4 ilə 2 çıxanda 2. Yəni rəqəmləri toplayıb yuxarı, çıxıb aşağı yenilik yazırıq. Bu olur belə. Burada, bu sualda, 88-ci sualda nə edirik biz? Bax, gəlin bunu böyüdüm biraz. Biraz fərqli sualdır. Çətin sualdır özü də. Bax, bunun neçədən əsl kəsib xətti? Bax, xəttin bu fiquru, trapesiyanı nə qədər kəsib? Bax, bir dənə yerdə kəsib. Burada da kəsib 2, burada 3, 3 dənə yerdə kəsib. İndi, bax, 3 onu göstərir. Bəs 5 nədir? Bax, bu fiquru isə 5 dəfə kəsiblər. 1, 5 dənə xəttə kəsiblər. 2, 3, 4, 5 dənə xəttin 5-ində də həmin bu fiqurlar bir-birlərini kəsib. Misal üçün, nə bilim, burada baxaq. Bura niyə 4-4 yazıblar? Bax, bu nağd bunda kəsilib. 2, 3, bu da 4. O birisində 4 niyə yazıb? Bax, çünki bax, burada kəsilənlər 1, 2, 3, bir də bu 4 dənə xətt. 4-ün belə, 4-ün belə. Yəni, eyni cür kəsimlər. Hər belə deyil, fiqurun neçə dəfə kəsilsə ona baxır. İndi burada hansı variantı olar? A variantı. Yox. D variantı D. Yox. D variantı. C olur. 6 dənə kəsməyib orada. C olur. Baxın. Burada bax 1. Nə olsun burada həm belə kəsib? Fərqi yoxdur. Sadəcə tərəfi kəsildə zaxı 1, 2, 3. Oldu 3. O birisində isə 1, 2, 3, 4.
Yəni 3 dəfə belə, 4 dəfə belə kəsmiş olur. Yəni onların yerləri dəyişib də verə bilərlər. Məsəl üçün 3-4-dürsə 4-3 verə Hə, bilərlər. zaten onu dəqiq tapmaq olmur. Bu sual biz hara düşüb? Bu sual yanvar ayında magistratura üzrə dimin sınavına da düşmüşdü. Arada 2-3 gün fərq var idi. Gəldi dövlət qulluğu imtahanına da düşdü bu sual. Eyni demək olar ərəfədə. Həm ora suallar, həm bura. Ya eyni sualda heç nə də dəyişmir. Bir burada variantlar zad deyil dəyişir. Amma qalan bütün şablon eyni idi. 87. Burada nə olar? İki artır da rəqəmlərin cəmi. Rəqəmlərin cəmini eləyirəm. 2 artır. 2 artır, bəli. Bax, bu rəqəmlərin cəmi 2-dir. Bura. Bura rəqəmlərin cəmi 4. Bura 6, 8, 10. İndi bura baxıram. Bu rəqəmlərin cəmi 4, 6, 8, 10 və 12. Misal üçün, baxıram buna. 6, 8, 10, 12 və 6, 8, 10, 12. İndi bura lazımdır bizə. 14 həqiqətən gəlir. İndi bura 8 edir. Bura 8 isə bura olmalıdır 10. Yəni B-nin var 2 yaşı. 8, 10 burada olmalıdır. Deməli 8, 10 olmalıdır bura. Onda B var 2, B olacaq 2. 8, 10 indi bura 12 lazımdır. A-mız da olacaq 6. Bura həqiqətən 14, burada verir 16. Yəni rəqəmlərin cəmi nə eləyir? 2 vahid artmış olur. Bu olur belə. Aha, aydındırmı? Rəqəmlərin cəmi 2 azalır. Rəqəmlərin cəmi ilə bax. Misal üçün, bu asan sualdır. Aşağıdakıları tapmaq üçün vurub bölürsən. Bax, 5 vur 8, 40, 2-yə bölürəm 20. Burada isə toplayıb 2-yə bölürəm. Daha doğrusu aşağıları vurub 2-yə bölürəm. Bax, 8 vur 5, 40, 2-yə bölürəm 20. 12 vur 3, 36, 2-yə bölürəm 18. Yuxarıdakıları isə toplayıb 2-yə vururam. Bax, 8 ilə 4-ü toplayıram 12, 2-yə vururam 24. 12 ilə 5 toplayıram 17, 2-yə vururam 34. Belə gedir. Bunlar heç bunlar lazım deyil. Mən istəyirəm bu suala baxasınız. Ben burada 5'in kvadratı üstə gəl 1, 36. 15'in üstünə 12 gəlsəm 27. 6'ın kvadratı 36, üstünə 1 gəlsəm 37. 16'ın üstünə 12 gəlsəm 28. Yo, tam elə getmir axı. Elə cavab alınır, cavab çıxır elə. Yox, o birisini alınmır. Cavab Bir B var. deyirsən amma. Rəqəmlərin cəmi bir fərq var. Altdakı rəqəmləri üst-üstə gəlirsiniz.
Məsələn 16, 17. Baxın, siz Hamısında belə bir dediniz fərq. də, 10 Birincidə gəlib, birinci 12 gəlib, sonra 9 gəlib belə. 36 üstəgəl 5, 27 üstəgəl 15. Aha. Və burada o birinci deyilən üsul alınmadı. Rəqəmlər cəmi. Yox, rəqəmlərin cəmdə deyil. Bilirsiniz necə gedir? 36 Baxın, birincidə üstəgəl məsələn 5, şey düşünə 36 bilərik ki, üstəgəl 5, 27 Cəmləri üstəgəl də 15, alınır. 5 ilə 41, 36 42, cəmi 41, 15 ilə 27 41, cəmi. 42. 42. Yox, burada alınmır axı. plus 2 vur 2 olur. Məsələn, Sol, bəli, Elgün, bəli. Elgün də deyəsən. Hə. Bəli. Bax, necə gedir? Elə ki, belə suallara ardıcıllıq kimi baxırsan. 5, 6, 14 və 45. Bunlar bir ardıcıllıqdır. 14-dən 45-ə necə gələrəm? 3-ə vurub 3 gəlməklə. Təxminən 3-ə vurma var da. Mesela 6-dan 14-ə necə gələrəm? 2-yə vurub 2 gəlməklə. 5-dən 6-ya necə gələrəm? Uyğun olaraq baxıram ki, 1-ə vurub 1 gələrdi yəqin ki. Hamısında tutur. Misal üçün, bax, 36, 1-ə vurub 1 gələm olur 37. 37-ni 2-yə vurub 2 gələm 76. 76-nı 3-ə vurub 3 gələndə olur bu. İndi cavabı çıxartsaq, 1-ə vurub 1 gələndə bu olur. İndi 28 nə edəyəm? 2-yə vuram 56, 2 də gəlirəm, cavab olur 58. Həqiqətən 58 də 3-ə vurub 3 gələndə olur bu. Cavab olur A variantı. Mənim orada şərti işarələr olduğuna görə bu formada yazılır, yoxsa? Burada deyir ki, bax bunlardan deyir bu alınır. Bunlardan bu, bunlardan bu alınır. Burada deyir ki, 4 dənə fərqli ardıcıllıq var. Ola bilərdi ki, misal üçün, bax burada oxlar var ən azından ki, bundan bu alınır. Oxla göstərir. Əgər oxların yerinə adicə heç nə olmasaydı, burada boşluqlar olsaydı, talim edirəm də, bu belə bir şey olsaydı, bu sərbəst, bu da sərbəst. Onda yəqin ki, böyük ehtimal rəqəmləri ilə filan, bunların cəmi ola bilərdi. Məsələn, bunların cəmi tutalım verir, misal üçün 70. Bunların cəmi tutalım verir 75. Bunların cəmi olur tutalım 80. Bunların cəmi də indi olacaq nə? Misal üçün 85. Belə ola bilərdi. Amma burada konkret oxla göstərdiyinə görə, bax, bunlara bir baxırsan, o birisilərə bir baxırsan, belə-belə ardıcıllıq kimi gedir. Sentyabr imtahanına bax, belə bir sual düşmüşdü. Operator kimi idi amma da. Bax, nə edirsən? 7-dən 3-ü çıxırsan, olur 4. Yəni, burada 7-dən 3-ü çıxırsan. Burada isə 4-dən 8. Bax, burada belə çıxırsan. 8-dən 4-ü çıxırsan. Olur 4. Burada da yenə 5-dən 3-ü çıxırsan, olur 2. Və belə deyim də, böyükdən balacanı çıxırsan. Prosta elə ki, birinci və üçüncü rəqəmlərdə soldakından sağdakını çıxırsa, ortadakında isə tərsinə sağdan solu çıxırsan. Onda cavab olacaq. Hansı olur? Y variantı 4, 9, 3. Bəli, Y variantı. 6-dan 2-yə gəlmək üçün 4 çıxmalıyam. Bu dəfə 9-dan 7 çıxıram 2. 5-dən də 2-ni almaq üçün 3 çıxmalısan, olur 490. Burada, bax, belə sual görsəz, burada bilirsiniz məsələ nədir? Çölə baxan və içəri baxan fiqurlardır. Bu nə deməkdir? Bax, burada görürsünüz, 4 dənə fiqurun çölə baxır. Bir dənəsi isə içəri baxmış olur. 4-ün birə. Bax, burada 2 dənə figurum içəri baxır. Görürsünüz? 6 dənəsi çölə baxır. 1, 2, 3, 4, 5, 6. İndi burada 4 dənəsi çölə baxır. 4 dənəsi çölə baxır. 4 dənəsi də nə edir? İçəri baxır. 1, 2, 3, 4. Olacaq 4-ün 4-ə. 4, 4. 74-cü sual.
Buna bir baxırıq da burada yenə də. Bu piramida tipli sualdır. Üç baxacaq mənə. Müəllim, birə vurub yazıb 1, 3 3-ə vurub 3 dənə biri toplayırsan. 1 3-ə vurub 3. Belə olar. 1-in üstünə 1 gəlirsən 2, 1 çıxırsan 1. 3-ün üstünə 1, 4, 1 çıxırsan 3. Bəli, 7-nin üstünə sağ ol. 10, 1 Bəli. çıxırsan 9. Toplayıb 1 çıxırsan. Bax. Ayşə, 3 ilə 7-ni toplayanda 10 eləmir. 10-dan 1 çıxırsan olur 9. Yəni topla 10, 1 çıxırsan 9. Toplayıb 1 çıxırsan. A olacaq onda 3 üstə gəlir 6, 1 çıxıram 5. Bax 3 ilə 5-in cəmi 8, 1 çıxıram 7. 5 ilə 3-ün cəmi 8, 1 çıxıram 7. İndi B olacaq 13. Toplayıb 1 çıxırsan hərdə. Belə gedir. Burada da ki misal üçün bununla bunu toplayırsan olur 84. 84-ü 2-yə bölürəm olur 42. Topla 2-yə böl. Topla sadəcə 2-yə böl. Bu da olur belə. Heç nə. Kifayət eləyər. Bunun davamına növbəti dərs biraz baxarıq. Sonra mən sizə bu PDF-i göndərəcəm. Burada 47-yə qədər yazacaq. 46-ya qədər yazacaqsınız. 1-dən 46-ya qədər. Özümüz axırdan başladıq ki, bunun axırların izahı yox idi. 46-ya qədər var idi. Göndərəcəm sizə. Bu PDF-i göndərəcəm. Ədəd şəkil münasibətləri. İzahlarını da göndərəcəm. İşləyin, nə yaza bilmədiniz, izahları mütləq şəkildə baxın. Başqa bir sualı olan var mı?